ən çətin sənətdir, ən çətin işdir. Bir evdə neçə uşaq varsa, o qədər də ana və ata var. Mexanyansılar varsa, əgər uşaq mexanyansılarla doğulsa, zorla bilməyəcək. Əsaslarını mənfi analarda, orada da dərhal görək yəsinin infeksiyası gözlənilmədən, dərhal görək yəsinin ayrılıb, uşaq tozu təhsil edilməlidir. Normal uşaq, yəni sağlam uşaq dünyaya gələ bilər. Axırda, psikolojik sağlamlıq varkən, ruhən də yaxşı olur ki, və bununla da bütün yaxşılıqları çəkəcək. Tərəf aralıqlarınız var. Əgər siz normal aralıqda tutsa, bu zaman ortası götürəcək, bu da